Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın dəvəti ilə bu ölkədə səfərdədir. Dekabrın 17-sində Əbu-Dabidə Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla görüşü olub. Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Əbu-Dabidə keçirilən Gələcəyin Oyunları 2025 adlı illik qlobal idman turnirinin açılış mərasimində iştirak etdiyinə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi. Prezident İlham Əliyev də öz növbəsində dəvətə görə təşəkkür etdi və bu tədbirin Birləşmiş Ərəb Əmirliklərində yüksək səviyyədə təşkil olunması münasibəti ilə təbriklərini çatdırdı. Söhbət zamanı strateji tərəfdaşlığa əsaslanan Azərbaycan Birləşmiş Ərəb Əmirlikləri ikitərəfli əlaqələrinin bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, enerji, həmçinin bərpa olunan enerji, mədəni, humanitar və digər istiqamətlərdə uğurla inkişaf etdiyi vurğulandı. Dövlətimizin başçısının Birləşmiş Ərəb Əmirliklərinə, Birləşmiş Ərəb Əmirlikləri prezidentinin isə Azərbaycana səfərləri məmnunluqla xatırlanaraq, bütün bunların və müxtəlif səviyyələrdə həyata keçirilən digər qarşılıqlı səfərlərin münasibətlərimizin inkişafında roluna toxunuldu. Görüşdə Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri prezidentləri əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi apardılar. Sonra Prezident İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Gələcəyin Oyunları 2025 adlı illik qlobal idman turnirinin açılış mərasimində iştirak ediblər. Qeyd edək ki, Gələcəyin Oyunları hər il təşkil olunması nəzərdə tutulan qlobal idman turniridir. Turnir 2 mərhələdə həyata keçirilir. İlk mərhələdə idmançılar fiziki idman növləri üzrə yarışırlar. İkinci mərhələdə isə idmançıların rəqəmsal oyunlar üzrə bacarıqları sınaqdan keçirilir. Növbəti nəsil insanlar gələcəyini oyuna devizi altında təşkil olunan turnirdə müxtəlif ölkələrdən idmançılar ümumilikdə 11 idman növü üzrə yarışacaqlar. Ötən il Birləşmiş Ərəb Əmirlikləri 9 iddiaçı namizəd arasında qalib gələrək 2025-ci ildə keçiriləcək Gələcəyin Oyunları turnirinə ev sahibliyi etmək hüququ qazanıb. Daha sonra Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın adından Prezident İlham Əliyevin şərəfinə nahar verilib.